28 sentyabrda Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda Demokratik Qüvvəli Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənlinin təşviqat mitinqi keçirilib. Mitinqin aparıcısı Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı olub. Bugün təhdidlərə, təzyiqlərə, maneşiliklərə baxmayaraq burada gəlib Azərbaycan işinə, Azərbaycanın gələcəyinə öz töhfəsini verərək bu mitingdə iştirak edən hər kəsə təşəkkürümüzü bildiririk. Eşq olsun sizlərə. İlk olaraq Müsavat Başkanı İsa Qəmbər çıxış edib. Bizə deyirlər ki, dünyanı ağ və qara rənglərdə görmək lazım deyil. Müxtəlif rənglər var. Əlbəttə, rənglər çoxdur. Və biz bu rənglərin hamısını görürük və hamısını qiymətləndiririk. Amma dünyada nə qədər çox rəng olsa da, hər halda qara rəng də mövcuddur, ağ rəng də mövcuddur. Eləcə də bu dünyada şər qüvvələr də mövcuddur, xeyir qüvvələr də mövcuddur. Bugün mübarizə məhz xeyirlə şər arasında gedir. Bugün mübarizə məhz qara ilə ağ arasında gedir. İlham Əliyev nə qədər özünə vəkil tutsa da, nə qədər müxtəlif adamları prezidentliyə namizəd edib debatlara göndərsə də, onlar hamısı eyni rəngdədirlər, eyni qara rəngdədirlər və onların qarşısında ağ qüvvələr var, ağ rəng var və onları bugün sizlər təmsil edirsiniz. Eşq olsun sizlərə. Daha sonra Real Hərəkatının Ali Məclis sədri İlkin Qədirli çıxış edib. Burada çox danışıldı ki, nəsə olacaq. Mən bilmirəm nə olacaq, necə olacaq və nə zaman olacaq. Amma mən inanıram ki, nəsə olacaq və bu nəsə yaxşı olacaq. Və mən inanıram ki, bu yaxşılığın rəmzi də Cəmil Həsənlidir. Niyə mən buna inanıram? Bu ümid və ya xəyal deyil. Sadəcə əgər biz bir qədər bədbin çox düşünürük özümüz haqqında, cəmiyyətimiz haqqında. Belə düşüncələrə təəssüf ki, əsas və bəhanələr çoxdur. Amma bugün Azərbaycanda baş verən ən vacib, ən müsbət dəyişiklik nəsil dəyişimidir. Son 30 il ərzində Azərbaycanda yeni nəsil yetişir. İlkin Qədirdən sonra Nida Hərəkatının liderlərindən olan Ülvi Həsənli çıxış edib. Birinci növbədə bizim həbsdə olan dostlarımızın, liderlərimizin sizə salamlarını çatdırıram və onlar bu mübarizədə hamımızı dəstəkləyirlər. Cəmil bəy də həmçinin və onlar Cəmil bəyi içərdən də mesajlarını verirlər, məktublarını göndərirlər və mübarizədə Cəmil bəyin öndə getməyinə görə ona da təşəkkürlərini bildirirlər. Sonraki çıxışçı AXCP lideri Əli Kərimli olub. Hükümetin 7 televiziyası, yüzlerle meddah mirzesi sizi aldatmak isteyir, sizi çaştırmak isteyir. Sizin için mübarize aparan insanların hakkında olmazın böhtanını, şerini deyir. Ama sizi aldatabilmir. Ve cəmisi bir neçə çıxışdan sonra siz həqiqəti gördünüz. Profesör Cəmil Həsənlini sevdiniz. Ona arxa oldunuz. Ve bununla da sübut ettiniz ki Azerbaycan halkı Qədir biləndi, seçim etmeyi bacarandı. Onun hakkında kimin ne ettiğinin fərqindədir. Hakkını hakka veren değil. Sonda söz Cəmil Həsənliyə verilib. Ey uca millət! 100 il bundan qabaq Azərbaycan mütəfəkkirləri deyirdi, bizdə kişi çoxdur, amma vətəndaş yoxdur. Baxın, görün bu millətin bugün nə qədər vətəndaş övladı yığılıb bura. Eşq olsun sizlərə.
gənclik əzilmiş və tapdanmış millətin hüquqların sən bərpa edəcəksən. Bu milləti bu səfalətdən, bu zəlalətdən sən qurtaracaqsan. Torpaqlarımızın 20%-i düşmən tərəfindən işğal olunub. Qalan 80%-i də öz müskülərdən tərəfindən. Ar olsun o şəxslərə ki, bu vətəndən işğal olunmuş ərazi kimi, bu millətlə əsir götürülmüş millət kimi rəftar eləyirlər və bu adamlar öz cəzalarını almalıdırlar. Bu gözəl vətəni bu səfalətə düçar edənlər qəhr olmalıdırlar. Ayrı yol yoxdur. Vətənin qurtuluşu bizlərin borcudur. Aksiya dəyişiklik naminə Cəmil Həsənliyə səs verək şüarı da keçirilib. Digər şüarlar isə Qarabağın azadlığı uğrunda, müstəqil məhkəmələr uğrunda, şərəfli və firavan həyat uğrunda, rüşvətsiz cəmiyyət uğrunda, keyfiyyətli təhsil uğrunda, dindarların azad dini etiqadı naminə, siyasi məhbusların azadlığı uğrunda, keyfiyyətli səhiyyə naminə olub. Aksiya iştirakçıları həmçinin oğrunu yox, təmiz insanı seç, azadlıq, Cəmil bəy şüarlarını səsləndiriblər.